Biz nə də Ajaxı qabaqlayırıq, nə də Ajaxdan üstünü, hansı kriteriyadan baxanda Ajax bizim kölgəmizdə qalır ki, biz onun ətəyindən yapışıb deyirik ki, yox, Ajaxla onda mütləq qələbə qazanmalıyıq. Qurban az qala xalq düşməni çıxartmaq, manıstar danışdı, meyxanaçılar danışdı, tiktokerlər danışdı. Kimin əlində telefon keçirdi, Qurbanova ağlı öyrədirdi, Qarabağa ağlı öyrədirdi. Reytinqlə hesablanan, baxışa hesablanan, layihə hesablanan videolar idi. Biz Ajaxın 19 komandasını 0-8 uduzmuşuq. Biz daha çox ondan danışmalıyıq. Düşünürəm ki, Nizat, bunun arxasında müəyyən qüvvələr var. Kim nə deyir desin. Qurbanovdan bizə müsahibəsi var idi. Heç vaxt o ifadələr səsləndirməyən adam dedi ki, getmək istəyirəm. Heyətində nə bilim Icardi'si olan, Osimhen'i olan Qalatasaray Qarabağdan az qol vurub. Bəsdirində qutaraq da bunu. Salam Xanoğlan, növbəti buraxılışımızda həmişəki kimi əvəz olunmaz Xanoğlan olaraq səni görürük. Necəsən? Mən də səni və sənin timsalında bütün dəyərli Sport Info TV izləyicilərin salamlayıram. Sözüm varın, növbəti buraxılışında hər birinizi xoş gördük. Biz buradayıq, izləyicilərimiz buradasa demək ki, hər şey yaxşıdır. Onda getdik. Gedək. 3 mövzumuz var, amma üçü də Qarabağla bağlıdır. Bugün danışacağımız bu əsas 3 mövzunun Qarabağla olunmasının səbəbi həftələrdir bitməyən bu səs-küy, rezonans doğuran xəbərlər, Qarabağın Ajaxa məğlub olmasını sanki Çempionlar Liqasının finalında uduzmuşuq bir hava yaratmaq və elə istəyirsən Qarabağ-Ajax başlığı ilə Qarabağ-Ajax oyunu haqqında ümumi bir danışasan bizə. Ümumi nə danışaq? Komanda məğlub olub. Təbii ki, ilk sual ondan ibarətdir ki, niyə məğlub olub və ya niyə uduzduq? Təbii ki, ən çox bu soruşulur. Niyə uduzduq? Niyə uduzduq? Mənim üçün əks arqument var ki, niyə uduzmayaq? Niyə uduzmamalıydıq? Məsələn, mənim əks arqument sualım budur. Niyə uduzmamalıydıq? Biz nə də Ajaxı qabaqlayırıq, nə də Ajaxdan üstünü, hansı kriteriyadan baxanda Ajax bizim kölgəmizdə qalır ki, biz onun ətəyindən yapışıb deyirik ki, yox, Ajaxla onda mütləq qələbə qazanmalıyıq. Nə də elə bir səbəb var, elə bir nöqtə var, elə bir nə bilim akademiyası olsun, nə bilim infrastrukturu olsun, Avropadakı nəticələri olsun, təcrübəsi olsun, heyəti olsun, büdcəsi olsun. Yeganə bir dənə bizə əsas verən səbəb o ola bilər ki, Ajax bu il uğursuz nəticələr əldə edir Avrokuboklarda, Qarabağ uğurlu çıxış edir. Amma buna da söykənib bu iddianı qaldırmaq ki, biz mütləq Ajaxı udmalıydıq, bu kökündən yanlışdır. Udmaq şansımız vardı, uda bilərdik, amma uduzmuşuq bu faciə deyil. Tənqidə yer var, tənqid oluna bilən, tənqid edə biləcəyimiz səbəblər var, hansısa məqamlar var. Amma bunu faciəyə çevirmək, bu qədər dramatikləşdirmək, dünyanın sonuymuş kimi təqdim etmək, bu qədər uğurların əldə olunmasının memarı olan Qurbanova az qala xalq düşməni çıxartmaq, da kimlər danışmadı ki, Nicat? Manıstar danışdı, meyxanaçılar danışdı, tiktokerlər danışdı. Məncə, burada səbəb heç də komandanı tənqid etmək deyildi də. Yəni, tənqid edən kifayət qədər samballı, belə deyərdim ki, əqidəli jurnalistlər var. Normalda yerində tənqid etdilər. Biz özümüz də həmin günü verilişdən sonra, oyun sonrası proqramda müəyyən tənqidlərimizi etdik. Tənqid başqa şeydir, amma linç kampaniyasına başlamaq başqa şeydir. Və mən düşünürəm ki, burada heç də üzüntü deyildi də, Qarabağın məğlubiyyətindən dolayı üzülüb çəkilən videolar deyildi. Reytinqlə hesablanan, baxışa hesablanan, layihə hesablanan videolar idi. Sırf buna hesablanmış videolar idi, çəkilirdi. Nə bilim, zurna çalanından, qarmon çalanına qədər, nə bilim, tiktokerindən, daha peşələri bir-bir saymaq istəmirəm də burada. Kimin əlində telefon keçirdi, Qurbanova ağlı öyrədirdi, Qarabağa ağlı öyrədirdi, Nəriman Axundzadəyə ağlı öyrədirdi. Bəsdirində, qutaraq da bunu. Qutaraq. Mənə gülməli bilirsən nə gəlir? Biraz hamısında da eyni şeyi sezdim ona görə. Hamısı da könül qoyur, incir. Niyə incirsən? Qardaş, niyə incirsən? Nədən incirsən? Məncə, orada biz toxunmalı olduğumuz məqamlar hamısı kölgədə qaldı. Biz Ajaxın 19 komandasını 0-8 uduzmuşuq. Biz daha çox ondan danışmalıyıq. Biz Ajaxın 1500 nəfərlik azarkeş ordusunun Bakıda çıxartdığı şovdan danışmalıyıq.
Biz nədə inkişaf etmişik ki, Qarabağ onda geridə qalır? Biz azarkeş aspektindən baxanda hansısa səviyyəyə çatmışıq, Qarabağ geri qalır. Hansısa dünya ulduzlarını yetişdirmişik, Qarabağ onda geridə qalır. Yəni biz futbol yönündən baxanda hər şeydən geridəyik. Geridə deyilik, dərənin dibindəyik. Qarabağ sadəcə fövqəladə nəticələr göstərir. Fövqəladə nəticələr göstərir, mümkünsüz nəticələr göstərir. Biz buna sevinib, düşünürəm ki, bir qədər həzz almalıyıq, ləzzətini yaşamalıyıq. Yaşaya bilmirik də, qardaş. Özümüzə sanki əzab verməkdən xoşhal oluruqmu deyim, ləzzət alırıqmı deyim, başa düşə bilmirəm. Yəni, bu məğlubiyyətin ətrafında bu qədər propagandanın aparılması kökündən yanlışdır, səhvdir. Düşünürəm ki, bəzi adamlar da sonradan səhvini başa düşüb müəyyən üzr videoları çəkdilər. Bəs ilk fürsətdə Qarabağın belə bu qədər linç edilməsi nə ilə bağlı idi? Mən düşünürəm ki, Nizat, bunun arxasında müəyyən qüvvələr var. Kim nə deyir, desin. Qarabağı sevməyən qüvvələr var. Heç də Qarabağın məğlubiyyətinə üzülmək olar, narazı qalmaq olar, tənqid etmək olar. Amma bu şəkildə linç etmək, nə bilim, Qurbanov istefaya çağırmaq, rəhbərliyi getməyə çağırmaq, ay nə bilim, Qarabağ bizi göyün 7-ci qatından yerə çırpdı. Hansı göyün? Biz elə əslində göyün 7-ci qatında deyilik, biz əslində yerin dibindəyik. Sadəcə Qarabağ göyün 7-ci qatındadır. Biz gün işığı gördük sadəcə olaraq ki, yerin dibindən çıxmışdıq burası. Vallahi da bu reallıqdır da. Yəni bu pafosa nə ehtiyac var? Bu pafosa nə ehtiyac var? Ay playoff əlimizdən çıxdı. Ay nə bilim, Ajaxsa biz niyə məğlub olduq? Bu adları deyəndə, yəni həmin Qarabağ 3 gün, 4 gün sonra çempionatda gördüyünüzdə nə şou çıxartdı. Əsas heyətin cəmi 3 futbolçusu oynayırdı. Yarımcan Ramil Şeydayev, nə bilim, futbolu bəlkə də fiziki olaraq bitirmiş, mənəvi olaraq bitirmiş, nə bilim, Bədavi Hüseynov. Çıxdılar Araz Naxçıvana 5 dənə vurdular. Olmaz belə. Qarabağ da bezdirir sanki. Qarabağ da bezdirir. Bu yaxınlarda Qurbanovla bizə müsahibəsi var idi. Heç vaxt o ifadələri səsləndirməyən adam dedi ki, bəzən yorulub getmək istəyirəm. Düşünürəm ki, kimlərsə Qurbanovun getməyini istəyirlər. Və bu hər il olduğunu dedi, yadına düşürsə. Hər fürsətdə deməyim, hər məğlubiyyətdə olur, aynı zat. Hər məğlubiyyətdə olur. Yəni, bizə nətərdir? Əsaslı arqument yoxdur. Məsələn, Qarabağ Çempionlar Liqasına gedirdi, niyə hücumçu almadı? Qardaş, bir əsaslı arqument gətirmək lazımdır. Bugün Çempionlar Liqasında Qarabağ hücum xəttinin aktivlik fazasına görə 18 komandanı qabaqlayır. Komandanın aktivində 10 qolu var. 18 komanda Qarabağdan az qol vurub. Heyətində nə bilim Icardi'si olan, Osimhen'i olan Qalatasaray Qarabağdan az qol vurub. Bunlar reallıqdır, bunlar görməzdən gəlmək olmaz. Manchester City, İtaliya Interi cəmi 12 qol vurub. Biz Qarabağdan nə gözləyirik ki? 5 milyonluq hücumçu alıb biz Çempionlar Liqasında ilk 8-yə mi qalacaqdıq? Yox, ümumiyyətlə belə bir şey var da. Məsəl üçün biz toya, ad gününə və yaxud da digər mərasimə, hansısa bir tədbirə, hər dəfə hansısa dəvət olunduğumuz yerə gedəndə birinci araşdırırıq. Ona uyğun cibimizi, geyimimizi, saçımızı, başımızı düzəldirik, düzdürmü? Qarabağ hələ Çempionlar Liqası ilə maraqlanır da. Siz nə gözləyirsiniz? Hələ adam ona uyğunlaşmalı, heyət dərs çıxarmırlar, Nizat. Dərs çıxarmırlar. Yadındadır, Ferencvaros'un biz mərhələni adlayıb Çempionlar Liqasının əsas mərhələsinə gedəndə son bir sutka qalırdı. Yeni transfer etmək cəhdləri vardı. Qarabağın hücum xəttini edə bilmədi. Elə bir propaganda yaradılmışdı ki, sanki birinci mərhələdən uduzub gələn Qarabağdır. Çempionlar Liqasına vəsiqə qazanan, nə bilim, Zirədir, Araz Naxçıvandır, Sabahdır. Belə yerinə çox səhv düşmüşdü də. Belə bir propaganda yaradılmışdı. Qarabağ rəhbərliyi xəsisdir, pul verib hücumçu almır. Nə bilim, Qurbanov Çempionlar Liqasına gedir, Nəriman Axundzadə ilə gedir. Belə bir propaganda yaradılmışdı. İndi görərsiniz, böyük hesabla məğlubiyyətlər qeydə alınacaq, biabır olacaq, rüsvay olacaq. Qardaş, 6 tur arxada qalıb da. Siz səhv çıxdınız. Sizin proqnozlarınız səhv çıxdı. İddialarınız səhv çıxdı. Qarabağ 6 oyunda kifayət qədər yaxşı futbol oynayıb. Yalnız Napoli oyunu xaric, irad bildirdiyiniz nədir? Bizə hücumçu lazımdır. Napoli xaric bütün oyunlarda Qarabağ qol vurub. Və bəzi oyunlarda bir yox ha, 2-3 qol vurub. Burada Chelsea var, Ajax'ın özü var. Benfica ilə səfər oyununda komanda 3 dəfə rəqib qapısını fərqlənib. Yəni ayıbdır da belə. Biz bəzən reallıqları da görməliyik də. Qurbanovun açıqlaması vardı, son açıqlamalardan biri. Dedim, mən son dəfə belə sürətli oyun oynadığımızı xatırlamıram.
Həqiqətən oyunda böyük sürət var idi. Düşünürəm ki, məğlubiyyətimizin kökündə duran birinci səbəbdə biz sürətdə uduzduq. Biz fizikada uduzduq. Faktiki çatdırmadıq. Faktiki çatdırmadıq. Və mən növbəti mövzuya keçməmişdən qabaq elə növbəti mövzumuzun adı Qarabağ fərqidir. Qarabağ fərqidir. Əslində bu sual sırf rəhbərliyi ilə bağlı qoyulub bu mövzu. Amma Qarabağ fərqini də mən şəxsən mənim öz fikrimi bildirmək istəyirəm ki, Azərbaycanda ikinci, üçüncü klub ard-arda, məsələn, Avroliqa vəsiqə qazanıb Qarabağın yanında durmayana qədər xahiş edirəm Qarabağdan danışmasınlar. İrad bildirməsinlər. Təbii ki. Mütləq. Və orada fərqdən danışmışkən bir məqamı qeyd etməsəm olmaz. Qarabağ rəhbərliyin ən önəmli fərqi ondan ibarətdir ki, Qurban Qurbanovun ən önəmli fərqi ondan ibarətdir ki, zaman-zaman kütlənin belə yönələn propagandası, yaratdığı propagandası olur Qarabağ ətrafında. Sanki hər şeyin sonudur, sanki Qarabağ bitdi, Qarabağ dağıldı, nə bilim, elə bir uğursuzluq formada təqdim olunur ki, əslində ortada uğursuzluq yoxdur, ha. Sadəcə bir məğlubiyyət var. Məsələn, bayaq qeyd etdiyim kimi, Ferencvaroş udandan sonra komanda Çempionlar Liqasına vəsiqə qazanıb, dünyanın ən nüfuzlu yarışıdır. Amma tənqidlər gedir Qarabağa doğru. Niyə hücumçu almır? Və indi Ajax-a məğlubiyyət, evdə ilk məğlubiyyətdir. Biz Kopenhageni udmuşuq, evdə Chelsea kimi komanda ilə bərabərlik olub. Evdə ilk məğlubiyyətdir. Ətrafında hər şeyin sonuymuş kimi bir görüntü yaradılır. Qurban Qurbanov getməlidir. Kim gəlməlidir? Nə bilim, rəhbərlik düzgün qərarlar vermir. Amma bunun fonunda Qarabağ rəhbərliyinə niyə alqış düşür? Bu təzyiqləri sadəcə kənardan oturub izləyir. Hər hansı bir reaksiya vermir. Hər hansı bir cavab vermir. Kənardan mən əminəm ki, bəlkə də bir çox hallarda gülərək izləyirlər ki, yəni bunun ikinci bir nümunəsini ortaya çıxardım. Əgər bura qədər gəlmək çox rahatdırsa, ondan sonrakını tələb edərsiniz də. Yəni bugün heç bir klubun, nə bilim, heç bir azarkeşin bundan artığını, ümumiyyətlə futbol camiyyəsinin Qarabağdan bundan artığını tələb etmək kimi bir lüksu, haqqı yoxdur. Niyə də niyə? Bir səbəb çəkə bilərsən mənim üçün, aynı insan. Yoxdur belə bir haqqın. Bizim üçün, yəni Qarabağı kənara qoysaq, bütün klublarımız birinci, ikinci mərhələdən evə qayıdır. Yəni bu komanda Çempionlar Liqasında ayaq üstə alqışlanmalıdır. Və belə dönəmdə yəni, klubun prezidenti Tahir Gözələ alqış düşür. Adətən ölkə xaricində olur. Bəzən işləri ilə bağlı heç komandanın rəsmi oyunlarına belə gələ bilmir. Araz Naxçıvanın oyunda meydanda idi. Qurban Qurbanovun yanında idi. Bir fotosu da yayılmışdı. Bu əslində düşünürəm ki, uzun illərdir Qarabağın belə sabit çıxış etməsi, uğurlu olması, bir çox Avropa nəhənglərinin dizini yerə vurması, Atletico Madrid olsun, Chelsea olsun, Benfica olsun, çoxdur nümunələr. Bir çox dünya nəhənglərini Bakıya gətirməsi, 15 il sabit inkişaf edən xətlə gedir ha bu komanda. Hər il üstünə qoya-qoya gedir komanda. İnkişaf edir, uğur qazanır. Belə deyərdim, bütün ölkəni sevincə bəxş edib. Avropanı, təkcə bizi yox, Avropanı Qarabağdan danışmağa məhkum edir. Və bunun arxasında düşünürəm ki, dayanan səbəb nədir? Həmin fotodur. Hər zaman Qurban Qurbanovun yanındadılar, əl-ələ veriblər, çiyin-çiyinə. Belə məqamlarda da bir olduqlarını göstərirlər. Bu əslində kütləyə verilən, elə yerində verilən önəmli bir mesaj idi. Danışmağa falan ehtiyac yox idi. Əslində o şəkili mən də görmüşəm, efirdə verəcəm onu. Bir məqamı da nəzərinə çatdırım. O şəkilə baxanda nə yadıma düşdü? İkisinin də saçı burada ağardı elə. Qarabağda uğurların qazanılmasına. Məncə düşünürəm ki, Qurban Qurbanovun da, Tahir Gözəlin də saçı o iş əsnasında ağarmayıb. Elə kütlənin bu yersiz linç etmə aksiyaları var, fikirləri var. Qurban Qurbanovun açıqlamasında da yer alırdı. Orada bildirirdi ki, işdən yorulmuram. Bəzən o yersiz tənqidlər var, məni o yorur. Düşünürəm ki, o saçın ağarmasının da kökündə o dayanır. Heç də o iş əsnasındakı yorulmaq dayanmır. Və bu Tahir Gözəlin bugün atdığı addım təqdirə layiqdir və bu Allah rəhmət eləsin, rəhmətli Abdulbari Gözəlin qoyduğu, cızdığı bir yoldur. Abdulbari Gözəl də zamanında ilk fürsətdə Qarabağı Qurban Qurbanovun göndərilməsi üçün hansısa şəbəkənin mi deyim, hansısa şəxslərin mi deyim, hansısa qrupların mı deyim, müəyyən addımları olub Nicat. Zaman-zaman olub ki, Qurban Qurbanovu Qarabağdan ayırsınlar. Sanki kimlərəsə Qarabağın bu uğurları sanki xoş deyil.
Niyə xoş deyil? Öz o uğursuz idarəçiliklərini gizlədə bilmirlər. Çünki Qarabağ nümunəsi var axı. Bu adamların qabağına qoyurlar ki, bəzən fikirləşirlər Azərbaycanda futbol yoxdur, futbolçu yoxdur. Aha, kənardan Qarabağı çıxardıb qoyursan maket ortaya. Yoxsa bəs bu komanda necə var? Bu komanda bu uğurları necə qazanır? Bir çox şəxslərə düşünürəm ki, bu Qarabağın varlığı dar eləyir. Və zamanında Abdulbari Gözər müəyyən çətin periodlar olub ki, Qurban Qurbanovun daim yanında olub, dəstək olub. Bu gün də düşünürəm ki, uğurlu yolu, oğlu Tahir Gözəl çox uğurla davam elətdiriləcək. Bəs bu Qarabağ oyununda həftələrdir söhbət gedir. Ajaxla təbii ki, danışılır oyunda. Günahkar, yenə də günahkar hamı axtarır. Linç edilənlər var. Nərman başda gəlir. Qurban müəllim istefaya çağırırlar. Yaxşı arxanırlar. Kimdir günahkar? Bayaq qeyd etdim, biz məğlub olduq sırf sürətdə komanda çatdırmadı, fizikada çatdırmadı. Fərdlər üzərindən gedəsi olsaq, bəli, Nərman oyuna yaxşı qoşulmadı, istədiyimiz tempi saxlaya bilmədi. Məsələn, açıq deyək, Duranın yoxluğunu hiss etdik Nərman meydanda olanda. Amma biz günahkar axtarışına çıxmışıqsa, düşünürəm ki, Nərman ən azı ilk beşlikdə yoxdur. Və səni əmin edirəm, faktlar üzərindən deyərəm. Nərman 59-cu dəqiqədə meydana daxil oldu və dəyərli izləyicilərimiz açıb oyunu təkrar baxa bilərlər. Mən təkrar baxmışam oyuna. 59-cu dəqiqədə oyuna Nərman daxil oldu. 69-cu dəqiqəyə qədər Duranla meydanda idi. Nərman sağ cinah vinger kimi, Duran hücumun sivri ucunda. Əmin ol ki, 59-a qədər oyun necə gedirdisə, 69-a qədər də o tempdə davam edirdi. Yəni Nərmanın oyuna daxil olması heç bir ciddi mənada Qarabağın oyununa təsir etməmişdi. Daha doğrusu mənfi mənada heç bir təsiri olmamışdı. Normal oyun gedirdi. Hətta orada epizodlar var. Nərman 2 epizodda birbaşa topu qazanmır, amma Nərmanın təzyiqi topu Qarabağa qazandırır. Bir epizodda səhv etmirəmsə Nərman təzyiq edir, top Addayıya düşür. Digər epizodda Nərman təzyiq edir, top Marko Yankoviçə düşür. Yəni qazandığı toplar da var. Sadəcə burada məsələ nədir? Düşünürəm ki, oyunun qırılma nöqtəsindən danışırıqsa Kaşukun meydana daxil olması idi. Məhz 69-cu dəqiqədə Kaşuk meydana daxil olandan sonra Nərman Sevruca keçdi, Kaşuk sağ cinah vingerinə keçdi. Məhz ondan sonra artıq su kimi axıb gəlməyə başladı ayaq üzərimizə. Davamlı hücumlar və elə 3-cü qolda məhz Kaşukdan topu alıb hücuma çıxdılar və sonunda 3-cü qolu vurdular. Sadəcə burada Nərmanın üzərinə niyə gedilir? Yaxşı, Nərman tutaq ki, 59-cu dəqiqədə oyuna daxil olandan sonra Qarabağa böyük bir zərbə vurdu. Bəs Nərman oyuna daxil olanda o fit sədaları nə idi? Hələ heç nə etməmişdi axı. Stadionda niyə onu fitə basırdılar? Bu nəyin nəsidir? Komanda da 2-1 öndədir. Bu hansı etikaya sığır? Hansı azarkeş mədəniyyətinə sığır? Heç nə. Digər tərəfdən Qurban Qurbanov istefaya səsləyənlər. Düşünürəm Qurban Qurbanov bir neçə həftə əvvəl elə məhz Sport Info TV-yə verdiyi açıqlamada çox doğru qeyd etmişdi ki, mənə heykəl qoyulmasını istəmirəm. Düz eləyir istəmir. Çünki ona Benfica-nı 2-0-dan sonra 3-2 qələbə qazananda heykəl qoyan şəxslər Ajax-a 2-4 uduzandan sonra yəqin ki, gedib o heykəli aşırdacaqlar. Elə o heykəl olmasa yaxşıdır düşünürəm. Və Nərmanla bağlı aşırı dərəcədə üzərinə gedilir, yersiz dərəcədə üzərinə gedilir. Yəni bir Nərman ola bilməzdi oyunun tək anti qəhrəmanı olsun. Necə oldu? Deyirlər Nərman üzərində təzyiqlər çoxdur. Qurban Qurbanov oyuna salmaqla onu yandırır. Onu itirir, zərbə altında qoyur. Braqa ilə səfər oyunu. Çox önəmli bir fürsəti qaçırmışdı Nərman Axundzadə. O dönəmdə yaxşı xatırlayırsan ki, böyük bir təzyiq vardı Nərmanın üzərinə və Qurban Qurbanovun məşhur bir sözü vardı ki, bu qol epizodunu qaçırtması Nərmanı böyüdəcək. Bir həftədən sonra Braqa ilə Bakıda çox çətin məqamda Nərman Axundzadə yenə əvəz etmədən oyuna daxil oldu. Yəni indiki məntiqlə oyuna daxil etməli deyildi də, Nərmanın üzərində təzyiq vardı, Nərmanı yandıra bilərdi. Amma Nərman həmin oyunda çıxdı. Azərbaycan futbol tarixini düşünürəm ki, ən qızıl qolunu vurubdu. Qızıl dəyərində qolunu vurubdu. Ən böyük uğurunun səbəbkarı olubdu. Yəni bu yanaşma deyil də. Bu yanaşma deyil. Və bəzən Qurban Qurbanova aşırı tənqidlər gedəndə, irad bildirəndə əks arqument gətirirlər ki, nə bilim, Qvardiola uduzanda tənqid olunur. Qardaş, Qvardiola uduzanda tənqid olunması normaldır. Qvardiolanın əlində Manchester City var. Ulduzlar var. Nə bilim, Ancelottinin tənqid olunması ilk məğlubiyyətdə normaldır. Onun əlinin altında Real Madrid var. Bütün turnirlərin aşkar favoriti olan komanda var əlinin altında. Amma Qurban Qurbanovun əlinin altında Azərbaycan bataqlığının içində formalaşdırılan bir gül obrazı yaradılan Qarabağ var. Yəni bu Qarabağı Qurban Qurbanov nə bilim ucuz
xam malı oradan gətirir, kimisə bir balaca inkişaf elətdirir. Burada nə bilim gedib hansısa klubda batan futbolçunu gətirir. Nə bilim onun başına tumar vurur, bunu burada sığarlayır, onu birtəhər orada formaya salır. Böyük çətinliklər bahasına mümkün olanın bir neçə dəfə artığını verib Qarabağ. Hə, Azərbaycan çempionatında çempionluğu əldən versə, aşırı tənqid gedə bilər ki, yəni Çempionlar Liqasına çıxırsan burada çempionluğu. Amma Çempionlar Liqasındakı məğlubiyyətə görə misallar da çox yersizdir də, yəni. Çox yersizdir. Qurban Qurbanovun əlinin altında hansı komanda var? Mourinho'nun, Guardiola'nın və ya Ancelotti'nin. Bir nümunəni çəkəndə, müqayisə edəndə məncə biraz geniş baxmaq lazımdır. Kənardan baxmaq lazımdır. Biz nə edirik? Nəyi müqayisə edirik? Kimləri müqayisə edirik? Əslində bu tənqidlər şəxsən mənim düşüncəmə görə komandaya pis təsir edir. Sən necə düşünürsən? Bu aşırı tənqid və təzyiqlər növbəti oyunlarda komandaya pis təsir göstərəcəkmi? Əksinə Qarabağı gücləndirir. Demirəm, elə hər dəfə bəziləri bundan başqa istiqamətə fikir çıxardacaqlar. Gücləndirirsə davam edə. Yox. Heç də elə deyil. Sadəcə Qarabağ rəhbərliyinin Qarabağın yanında olması aspektindən deyirəm ki, belə çətin dönəmdə, əslində çətin dönəm deyil, nə uğursuzluq dönəmdir, nə çətin dönəmdir. Komanda Çempionlar Liqası kimi nüfuzlu yarışdadır, aktivində 7 xalı var və play-offa çıxmaq şansı var. Hər şey əladır. Sadəcə belə bir görüntü yaradılıb. Belə bir görüntü yaradılıb, nə xoş ki, nə Qarabağ rəhbərliyi, nə Qarabağda çalışanlar, nə baş məşqçi Qurban Qurbanov belə görüntülərə, belə yaradılan nağıllara heç də inanmır. Təşəkkür edirəm Xanoğlan. Mən düşünürəm ki, bugün yetərincə dolu danışdıq, biraz ürəyimizi boşaltdıq. Sözümüz var idi də, yəni. Məncə də müəyyən qədər fikirlərimizi səsləndirə bildik. Ümid edək ki, dəyərli izləyicilərimiz də öz rəy bölümündə öz fikirlərini bizimlə bölüşməklə diqqət göstərsələr daha yaxşı olar. Onların da fikirləri bizim üçün önəmlidir. Və sonunda səninlə sağollaşıram. İnşallah növbəti bölümdə görüşərik. Azarkeşlərlə sağollar. Dinləyicilərimizdən sağ olun. Mən də sənə təşəkkür edirəm Nicat və son olaraq mövzu Qarabağdır deyə Qarabağ üzərindən elə azarkeşlərə səslənirəm ki, bizim vur tut olub qalan bir Qarabağımız var. Avrokuboklarda, Avropa səhnəsində bizi təmsil edən, dünyaya tanıdan, yəni bu çapda bir Qarabağımız var. Çalışaq bu Qarabağı itirməyək, çalışaq bu Qarabağa sahib çıxaq. Bəli, tənqid edə bilərik, iradlar bildirə bilərik, amma heç bir halda təhqir etmək, heç bir halda dünyanın sonuymuş kimi görüntü yaratmaq olmaz. Növbəti verilişlərdə görüşənədək hələlik deyirəm.